Biz retro avtomobillərin sərgisindəyik. Elə belə retro avtomobillər deyil. Təşkilatçı ilə danışmaq istəyirəm. Akşin bəy, zəhmət olmasa gəlin kadra. Xoş gəldik. Çox sağ olun. Sərgi haqqında bizə deyin ki, bu fikir nə idi bu sərgini keçirməkdə? Fikrimiz Hansı maşınlardır? Deməli, burada göstərilən avtomobillərin hamısının özünün tarixi var. Burada avtomobil var ki, babadan qalıb. Avtomobil var ki, atadan qalıb. Yenə də avtomobil var, özləri alıblar uşaqlar ki, onu vaxtı-vaxtına, amma hər bir detalın bir tarixi var. Detaldır, tapılmır. Bugünkü gündə bu aksesuarları biz tapa bilmirik, heç harada yoxdur. Təxminən neçə avtomobildir burada özü istəyirəm? 100 avtomobil. 100 avtomobil yığmışsınız burada. Dəvətdə 100 avtomobil Sovet epoxasının, belə deyək də, klassikası demək olar. Bəli, Sovet epoxasının ən belə ən maksimal vaxt deyilən kimi xod gibi maşınlar. O vaxt necə, belə deyək də, bugün necə Brabus sürülən varsa, o vaxtlarda bunu götürək, elə birinci maşın götürək. Avtomobil bəlkə də yeni nəsil bilmir, bunun şəkillərini görüb, amma bilmir bu nə maşındır. Deyim sizə ki, yeni nəsil yox, orta nəsildən də təbəqələr var ki, həqiqətən də biz onu sərgilərdə də görürük ki, bilən olmur. O öz rəngidir. Bu lüksdür. Bəli, bu zavod rəngidir. Bu lüksdür. Çünki bunlarda qeyri-adiliklər var. Elementlər var. Sadə olanlarda hansı ki, taksiyə veriblər, sonra belə veriblər, onlarda bunlar olmur. Xromlar. O heç biri olmur. Yəni arkada da o dövrün necə deyirlər, ən lüks şey bu xromdur da bu. Belə deyək də 21-in fulludur. Bu neçənci ildən qalan bir avtomobildir? 57. 57-ci ildən, yəni bu dəqiqə heç adam qalmır. Çətinliklə qalsın. Bu dəqiqə. İndi o öz başına baxaq. Bu biraz daha sadədir. Yəni yeni nəsil üçün deyim ki, bu sadə biraz avtomobil sayılırdı. Tamamdır da 2106. Yəni xalq avtomobili bu olub da. Yəni bu hər ikisi qismət olmadı, amma bunu nisbətən ala bilərdi. Bu neçənci ilin maşınıdır? 83-cü ilin maşınıdır bu. Bu şəxsən sizin avtomobil. Bəli, bəli. Mən bu maşını belə deyək də sıfırdan yığmışam. 250 manat almışam bax. Yəni o qiymətdən. Amma sonra nə qədər qoyulub üstünə? Bax, indi onu da açıqlasaz yaxşı olur. O hardasa təxmini 14 minə yaxın qoymuş. 14 minə? Yəni belə deyək də dəmirçi, rəngsaz, detal hamısı eyni şeydir. Burada sadəcə olaraq içi də yəqin ki, yəni tam olaraq baxmaq olar içə. Əlbəttə. Deməli bu salon yəqin ki, zavod salon. Tam zavod. Zavod tam salon. Qırmızı salon olub bunlar. Bəli, bunlar bəli gəlib qırmızı salon gəlib. Amma hər maşın ayaq altısınacan hamısı zavod özüdür. Zavod istehsalıdır. Hətta bunların oturacaqlarında buradan görünmür. O tərəfdən baxanda görünür. Özün Ladanın, Vazın özünün kodları var. Bu retro avtomobili yığan adamlar var ha. O qədər böyük həvəsi var ki, çünki bir dənə budjet tutaq ki, bu çatışmır ha. Bəli. Onun da onca düşürlər. Elanlara, dost, tanış, ölkə qalmır ki. Ukrayna, Rusiya hardan gəldi? Yəni ki, aksesuarlar. Zapros hər yerə gedir. Hə, aksesuarlar hər yerdən alınır. Bu da 2106-dır, amma Akşin bəy deyir ki, bu seçilən bir maşındır. Nə ilə seçilir? Bu 1984-cü ilin istehsalıdır bu avtomobil. İl təxminən nə idi? Yəni bəli. Amma ki dəyişdi. Yəni bunun üstündə görülən hər bir detal sırf yəni ki zavoddan necə istehsal olunub gəlibsə avtomobilin üstündə o rəng olardı. Yəni dəyişkən heç bir şey yoxdur. İstəyir detallarında, istəyir aksesuarlarında heç bir fərqli bir şey yoxdur. Sadəcə olaraq maşın rənglənib, yenidən boyaya gedib. Güzgülərin məsələn, bu belə bir şeyi indi bu dəqiqi zamanda tapmaq, yəni bilirəm ki... Yox, hamısı özünündür. Yəni ki, gördüyünüz hətta salon belə. Yəni maşında qeyri-adi nəsə artıq və yaxud da hardansa gedim bunun balaca aksesuarını alım gətirim yoxdur. Rəngi necədirsə bunun, yəni zavoddan bir yerində, yəni detalında heç bir rəng yoxdur. Yəni göründüyü kimi də bu da adi göy deyil ha. Yox, bu başqa göydür. Maraqlı göydür olan. Tünd göylər çox olur məsələn, amma bu qeyri-adi. Bu tam fərqli bir rəngdir. Deməli bu avtomobil bizim Novxandan olan məşhur ağsaqqal, indi bu Nufalı əminin maşınıdır. Oğlu sürür, indi idarə edir. Bu olub Nufalı əminin atasında. Vaxtı ilə. 2 nəsil artıq keçib artıq. Maşını satılıb. O dövrdə satılıb. Sonradan onun nəvəsi böyüyür, başlayır babanın maşınını axtarmağa. Bu maşını gedir tapır Bakı kəndlərindən. Alır təzdən, olduğu kimi yığır, bugünkü gündə yəni ərsəyə gətirir. Yenə də həmin o maral. Bəli, bu da lüksdür. Yəni bu babadan olub, hansı ki itib maşın. Sonradan bu maşını özü alıb, nəvə özü yığır. Bu da yəqin 50-ci illərə aid. Bəli. Yəni bunu hiss eləmək lazımdır da. Bu avtomobilə minəndə olan yəni o qoxunu hiss elədim. O qoxu. Bunlar divandır da. Yəni əvvəllər Bəli, hətta bunlar açılır. Hə, yəni bunlar açılır, divan formasında olur. Bəli, bu müasir ergonomika ilə əlaqəsi yoxdur bu maşınların. Bu maşınların yumuşaqlığı
heç bir müasir oturacaqda yoxdur. Amma sükanın bu cür nazik olması o dövrün dəbi idi. Yəni incəlik də, yəni bu dizayna üstünlük vermək və bütün priborların mexaniki olmağı. Baxın, radionun hətta düymələri belə, baxın, mexanikidir. Metal, dəri, xrom və silam. Başqa bir şey yoxdur. Bu da çox güman ki, heç plastik də deyil. Bu çox güman ki, ya nə bilim, sümükdəndir, nədəndir bu. Bu da metal. Hər şey. Burada dəri, bura kimi hamısı, yəni metaldandır ya. Yəni təsəvvür edin. Bu maşın kimindir? Rəşid dayınındır. Rəşid dayının bu atasından qalıb bu maşın. Ay, maşallah. Bu avtomobil, bəli, atasından qalıb. Maşın özü hansı istehsalıdır? İstehsalı ili. İri 73'tür. 73. Birinci bu puska gələn, yəni buraxılış gələn bəli 24-dərdəndir. Yəni saxlayıb qoruyur. Rəngdə qoruyur. özünün rəngidir. Bu nə rəngdir belə? Adı nə gedir belə? Bordo, temno vişnyo. Temno vişnyo olur. Anda bu maşını çox adam izləyir də. Yəni bu furgonudur, bəli. Universaldır, bəli. Bunlar da adətən xidməti avtomobillər olub da həmişə. Yəni şəxsidə mən bilən bunların universalları olmur. Amma sizin şəxsi olub da, yəni. Ən çox məsələn təcil yardımda istifadə olunurdu belə falan. Yenə deyirəm də, hə, yəni sizdə bəlkə də red kredko oldu ki, məsələn, şəxsidə universal. Görürsən. Bu nədir? Qırmızı rəngdə. O taksi gətirməkdən ötəni bunun var, 500 metre. Yəni Bildim ha. bu təbii ki, hamısı əl işidir. Yəni bunlar hamısı belə, yəni səliqə ilə. Bu qırmızı zavoddan olmayıb da yəqin ki. Öz zövqünüzlə yığmısınız, hə. Yəni ona görə deyirəm ki, əl işinə bu tikilib də bura üçün, düzdür? Yəni bu möhtəşəm həvəs olmalıdır ki, yəni və həqiqətən də zövqlə yığılıb, yəni. Bozla qırmızı. Bir də onunla, bir də prop simat edeyim. Dəf kimi. Bunda vardı nə pissi. Hem retro BMW'de hem de burada biraz Zaporoj'dan da var. Biraz Moskviç'ten de var. Ama əsl model elə BMW-nin özüdür. Biz bu işlərdən həzz alırıq. Oturursan işdən sonra, yorğun gündən sonra baxırsan, həzz alırsan. Belə getirir, sizlə iştirak edirik, görürsün, bu avtomobillər də əfsanə maşınlardır. Yəni mən istəsən diplomat desən gedir də bu modellər. Diplomatın kupesidir, bəli. Bu Tuningirovanın sifarişlə gəlib, belə deyək. İstehsalçı var sadə, amma bu Tuningirovanın üstü hamısı gəlir. Yəni ki, sifarişdən asılıdır. Bu avtomobil məsələn sifarişlə gətirsiniz. Yəqin ki, ucuz modellər deyil də. Yəni nə qədər ən çox pul verilib modelə? Mənim modellərim özüm üçün qiymətsizdir. Fabrikdən bunu Kisma şirkətinədir, Thunderbergdə belə deyək. Üstü bağlı gəlir. Bu model buraxan şirkət. Bəli, üstü bağlı gəlir. Həmin model üstü bağlı gəlir. Biz onu əllə işləyib artıq üstü açıq eləmişik. Yəni belə deyək, fabrikdən də gəlmir belə bir. Bəli, tuning eləmişik. Bir sözlə sizdə maşallah əfsanəvi maşınlar çoxdur. Bəli. Elə bilər ki, oyuncaqdır. Yəni biz üçün oyuncaq deyil. Məncə bu oyuncaqdan o tərəfə keçib artıq. Bəli, kimsə evində silah yığır, kimsə şəkillər yığır, kimsə məsəl üçün nəyəsə marağı var. Nə görürsən, marağımız bunadır. Bax bu Bakıda işləyən avtobuslarda belə modellər idi. Bax əfsanə Ikarus. Hamı onun belə deyək, arxa körpüsünün ultusunu tanıyır da belə deyək. Hə, amma çox komfortlu olur. Bəli, beynəlxalq standart. Macarıstan istehsalı idi. Macarıstan istehsalı idi. Belə deyək, körpə vaxtı atalarını itiriblər, amma sadəcə olaraq avtomobili saxlayıblar. Yadigar kimi. Böyüyəndən sonra oğlu yığdırıb, məsələn saxlayıb. Sözünüzə qüvvət, mən o gün oxumuşam ki, Yaponiyada bu deyirlər, biz indi məsələn maşına cızıq düşən kimi gedirik, onu tez düzəltdirik, itirək də o. Yaponiyada elə bir ənənə var ki, ailənin köhnə maşını var ha. Əksinə, o deyir, hər deyir cızıq onun bir tarixi kimi yanaşırlar. O deyir, getmir, polirovka vermir. Təsəvvür edin ki, o tək övlad üçün xatirə deyil də, o bütün nəsil üçün xatirədir. Çünki onu idarə edən adamın maşınıdır, o belə sürərdi, bu ilə falan yerə gedərdi, hansı ki onu görən köhnələrdən sentimental bir məqamdır, amma həqiqətən də ailə ilə bir ailə üzvü deyil, amma hər halda ailənin bir tarixinə aid. Mən və Hilal, bu bizi. Bu Hilal deyil düzdür, amma yəni oradakı Hilaldır, çəkən Hilaldır. Raufdur, sağ ol, var ol. Çox sağ ol. Belə deyək də, bizlə əməkdaşlıq edən qurumlardan biridir, İctimai Birliyidir. Kəmalə xanımın Azərbaycan Uşaqlar İctimai Birliyidir, hansı ki, yəni sığınacaqda
o bizim o sıxıntıda olan, əziyyətdə olan, yəni kimsəsiz övladlarımıza sahib çıxırlar. Həm orada yaşayırlar, həm də belə əl işləri var da. Bu həmən orada olan körpələrin əl işləridir. Bu maraqlıdır ya, adi boya ilə çəkilmir. Yox, boya deyil bu, toxunmadır. Aa, sapdır. toxunmadır, təsəvvür elə. Sapdır bu. Saplandır. Yəni deyirəm axı uzaqdan görünür ki, bu adi iş deyil. Bunu gör necə səbirli adam, necə istedadlı adamdır ki, Bəli. bunu eləyə bilib. Yəni məncə Hilal da bacarmaz bunu. Hilal bu arada dizaynerdir. Photoshopda falan da şeyləri düzəldir ha. Ben coverdə görürmüsünüz belə əcayib mənim şəkillərim var. Bunu Hilal düzəldir. Amma bunu düzəldə bilərsən sən. Elə şey qətiyyən. Sən proqramda girib şey eləmək deyil. Bu əl işdir. Buna bax, buna bax. İnsan üz cizgiləri necə fərqli saplarla, qaşı sap, ayrı sapla. Akşam bəy, bu nə modeldir? Bu Moskviç olduğunu görürük. 403 modelidir. 403. Bəli. Bu Moskviçlərin zahiri görünüşdən yəni oxşardılar da. Tutaq ki, bundan sonraki modellər var ki, oxşardı yenə də Moskviçlər. Amma bu nə ilə fərqlənir? Huzalarında fərq var. Tutaq ki, bakavin hissəsində, sinə hissəsində fərqlər. Hətta bunun o belə deyək də, necə deyirlər, ehtiyac hissələrində belə fərq var. Təkər düsturunda, amma zahiri görünüşdən... Bu arada balaca mühərrikdir, yəqin ki, ekran balaca mühərrikdir. Bu da yenə də köhnədən, yəni babadan qalma avtomobillərdəndir. Yəni güzgülər, qoruyub saxlayıblar hər bir şey orijinal öz aksesuarlarıdır, detallarıdır. Dəyişilən heç bir şey yoxdur. Bağlayıb yəqin qapını. Yəni dəyişilən heç bir detal yox. Sadəcə olaraq içəridə indi müəyyən oturacaqlara restavrasiya verilib. Bu da müharibədən sonraki illərə aiddir mən bilən. Bəli. Belə deyək də qazların çıxan vaxtında da 21-lərin, pobedaların çıxan vaxtında gələn modellərdəndir bu da. Super. Bir də arxadan da çək onu. Əslində stil o qaz 21 ilə falan o dövrün stilidir. Sadəcə bu ilə bir çox balacasıdır. İlk istehsalından ilk parça. 963 model gedir də bunlar. Yəni bunlardan hətta yəni ki, doğrudan da tarixdir bu. Çox balacadır. Yəni bunların baxanda bax, bir dənə arxadan baxın, təkər düsturu belə fərqlidir. İçəridir, baxın, o belə. Bunda adam oturanda, elə bir arxada oturanda o düzəlir. Yəni elə bir düzəldilir də. Belə deyək də, müasir Tatra kimi də belə deyək. Özdə burada yəni belə açılır. Bəli. Düzdür, tam koja dəri salonu yığılıb. Hətta bunlarda skanda da o vaxtda yox idi təbii ki belə şeylər, amma başqa heç bir əlavə eləməkdə avtomobilə. Yəni yenə də metal, dəri. Əslində bu Fiat stilidir. Yəni İtalyanlar belə maşınları xoşlayırlar. Hətta Fiatın 500 modeli var ha, müasir var ha. O da hələ retronu saxlayıb təxminən belə bir tipdə maşındır, balaca maşındır. Avtomobillərin sahibləri hamısı həvəskardır. Yəni onların belə deyək də bundan əlavə, yəni ikinci avtomobilləri də var. Yəni biz bunları idarə eləmirik. Əsas avtomobil kimi bunu sürmək olmur. Bu. Bunlar ancaq belə də sərgidən sərgiyə, tutaq ki, bunu sahibinin özünün başqa avtomobili. Əsl mənə yaraşan da Valid Fərmanoğlu. Yəni başqa avtomobili var, oynandı. Möhtəşəm. Yəni vəziyyəti əladır, vəziyyəti çox əladır. Bəli. Bax, məsəl üçün, rəng dəyməmiş Zafarovic. Bu hiss olunur ki, buna rənginə konkret müdaxilə olur. 58. Bağlayıb yəqin. Yox, bağlamaz. Maşının hətta zavod kraskasının kvitansiyası qalıb. O vaxt maşın necə Zaporojski zavod, yazılı Zaporojski zavod hansı kraska ilə rəngləyib, onun kvitansiyası qalıb. Bu da eyni. Bu biraz payrovka olub da yəqin. Yüngül payrovka olub, amma rəng öz rəngidir. Yəni yanacaq buradan doldurulur. Yanacağı doldurmaq üçün yəni arxa kapot demək lazımdır. Bagaj deyil də çünki bu. Öyrənmişik ki, arxada bagajdır, burada kapotdur da, arxada da. Bəli. Burada arxa mühərrik sistemidir. Yəni çox zəif bir mühərrikdir, amma yəni o vaxtda nəzərdə tutulurdu ki, bu cür balaca maşın üçün yəni bu kifayət edir. Hətta o vaxtı sırf Zaporojçilərə verilən nömrələrin özləri də fərqli idi. Belə deyək də, ən yadda qalan, ən indicə, bilinir o nəsirdir. Nədir, o həqiqətən də bilə bilir. Bütün demək olar ki, Zaporojçilərdə ən ləzzətli nömrələridir. Bəli. Bu da Navaskoy danqıratı, ruskası, maşın. Soyuq vaxtlarda bununla toplanır. Yəni köhnə avtomobillərdə bu şeylər yox idi onda. Taxırsan və şarj verən yox idi. Belə deyək də, bugünkü gündə adapter yox idi. Primiçka falan yoxsa bundan yəni. Amma məsəl ki, mayələr buradan idi. Yəni mayələr fikir versən, məsələn, burada doldurma mayələr yerləri var. Keçi də buradan.
Ha, bu onun qızdırıcısı. Bu vitdədir ha, yəni wow. Yeganə maşındır ki, xodlanmadıqda içəridən peci qoşursan işləyir. Ha, bunun peçi özünün elə bir ki Bəli. benzini yandırırdı, özü eləyirdi. Ha, yəni bu İndiki belə deyək də. qızdırıcısı bunda avtonom idi. Yəni Avtonom, maşın bəli. xodlanmasa da, amma maşında yəni qızdırıca bilərdi. Özü desən buradan üstü falan verir də bu. Yəni buna demoxodu verir, buna Təsəvvür edin, bunun benzini oradan götürüb. balaca bir elə bir ki sobadır da, işləyirdi. Belə baxanda bilinmir, maşının arxasında yoxsa qabağı. Bu artıq şeydir də, Azillow-dur da bu. Bəli. Azillow. Bəli. Burada bir qeyri-adi maşın var, gəlin bir dənə ona baxaq. Bu nə maşındır? Bu Yanında Mercedes. Jaguar. Bunu sadəcə olaraq sərgi üçün biraz qarışıqlıq vermək üçün dəvət eləmişik ki, çox maraqlı. hə də maraq versin insanlar. Bu təbii ki tam kabriolet açılır. Bəli. Yəni damı açılır. Bəli. Maşın özü gedir də yəni bu dəqiqə. Bəli, özü fokusə gəlib maşın. Bu Luaz modelidir, Sovet istehsalıdır da. Belə deyək də, bunlar da 4x4'dür. Yol olmayan yerlər üçündür yəni. Hətta deyərəm ki, Sovet istehsalında olan 4x4'lərin içində ən güclüsü budur. Hətta Uazdan Nəyə görə? Bəli, nəyə görə düzgündür? Çünki bunlarda oxlar arasındakı məsafə çox yaxındır. Aha. Düz necə? Qabağın Qısa idi. keçir, bəli, qısa olduğuna görə tez çatdırıb keçirdə bilir. Ona görə də Clearance-a bax. Yəni gör hansı yerlərə bu maşın girə bilər. Təsəvvür elə. bəli. Yəni bir anlıq təsəvvür elə Bəli. ki, müasir heç bir yolsuzluq Bəli, maşınlarda belə bəli, yox. bunun hissəsi bu qədər yuxarı hündürdə olmur. Zaten çalışırlar. Bəli. Təm zavod istehsalı ilə qorunub saxlanılıb, restavrasiya olunub saxlanılıb. Və Yəni ki, tam işləy vəziyyətdə. silgəclər yuxarıdan olan. Bəli, avtomobil. Bu da bəli, qeyri-adidir, bəli. maraqlıdır, köhnə texnologiyalardandır. Fikir verirsiniz yuxarıdan da onların maraqlıdır ki, motoru da yuxarıdadır, maraqlıdır. Hissəsi də ola bilər. Lazım olsa açarsan yük atırsan. Bu burada olur. Yox, bunu deməm. Bəli, bunu açsa yükü də vura bilər. Yükü də vura bilər, amma elə iki nəfərli yer də var. Bəli. Yəni komfort bu maşınlarda olmayıb, amma yəni keçmə nə deyirlər ona? Yolsuzluq baxımından, yəni hər yerdən keçən avtomobillər idi. Yəni kənd kəsəyi üçün də bu şəhər üçün qətiyyən maşınlar deyil. Yeganə qaz 69-dur ki, bunun qapıları şüşədəndir. Bu hissəsi şüşədir. Nə qeyri-adi maşın. Bəli, çox qeyri-adi avtomobildir. Bu sonradan qoyulub da. Bəli, sonradan qoyulub, amma yəni sırf zavod formasında qoyulub da, yəni 1 qram, yəni orada çox maraqlıdır. bu da müasir stildə yığıb. Amma qalan motor sistemidir, töydə, belə deyək də, sürətlər qutusudur, hamısı özünə aiddir. Bu tərəfini açmaq olar görəsən. Bəli. Bunun da kapotunu göstərək ki, qeyri-adi kapotlar da var idi. Yəni onu demək istəyirəm ki, belə. Yəni təsəvvür edin ki, burada çöldən bağlanır. Yəni içəridən zamok yox, çöldən bağlanır. Gördüyünüz kimi qırmızı salon yığılıb. Ümumiyyətlə qara ilə qırmızı sintezləmiş qəşəng görünür deyə. Hətta arxası da belə şüşə ilə fikir versən. Bir də ki, o tərəfdən çək. Benzin, yəni yanacaq doldurmaq üçün qarlavyanı görün necə çıxarıblar ha. Yəni bilmirəm nə ehtiyacdan bunu eləyiblər. Bu sərgidə daha bir qeyri-adi maşının xüsusilə rəngi ilə fərqlənən bu avtomobilin sahibi ilə. Adınız nədir? Pərviz. Bu maşın neçənci ildir? Marka, model? 1975, Vazirimiz 011. Yəni onun belə ən belə cool vaxtında aldı bu maşını. Yəni 011-in yəni ən dəbdə olan vaxtları idi. Düzdür, 70-ci illər idi. Pink 011, yəni Pink 011 bir də harda görəcəksiniz? Ancaq belə bir yerdə. Gəlin bura.